Yuhanna Həvarinin yazdığı 3-cü məktub. Ağsaqqaldan, həqiqətdə sevdiyim sevgili Qayusa. Ey əziz, dua edirəm ki, canın kamına çatdığı kimi, sən də hər baxımdan kamına çatıb sağ-salamat olasan. Çox sevindim o zaman ki, bəzi qardaşlar gəlib sənin həqiqətə bağlı olduğun barədə şəhadət verdilər. Yəni, necə həqiqətlə rəftar edirsən. Mən üçün bundan daha böyük şadlıq yoxdur ki, övladlarımın həqiqətdə yaşadığını eşidim. Ey əziz, qardaşlar üçün həm də qərib olanlar üçün nə edirsən, vəfalı əməl edirsən. Onlar da kilisanın hüzurunda sənin məhəbbətin haqqında şəhadət veriblər. Əgər onları tarya layiq bir şəkildə yola salasan, yaxşı iş görərsən. Çünki onlar onun adı xatirinə yola çıxdılar və qeyri-yəhudilərdən heç bir şey qəbul etmədilər. Buna görə biz belə adamlara kömək etməliyik ki, həqiqətə həmkar olaq. Kilisaya bir şey yazdım, lakin aralarında rəis olmağı sevən Dioterfes bizim dediyimizi qəbul etmir. Bu səbəbdən əgər gəlsəm, onun etdiyi işlərini üzə çıxardacağam. O, bizə nahaq yerə pis sözlərlə ittiham vurur və buna da qane olmayıb, özü qardaşları qəbul etmir və bunu etmək istəyənlərə də mane olur və onları kilisadan qovur. Ey əziz, pisliyə yox, yaxşılığa oxşar ol. Yaxşılıq edən Tanrıdandır, pislik edən Tanrını görməyib. Dimitrios haqqında hamı həm də həqiqətin özü yaxşı bir şəhadət verir. Biz də buna şəhadətimizi əlavə edirik və bilirsən ki, bizim şəhadətimiz doğrudur. Sənə yazmalı çox şeylərim var, lakin istəmirəm ki, onları qələm və mürəkkəblə yazım. Amma ümidim var ki, tezliklə səni görüm və üz-üzə danışaq. Barış sənin də olsun. Dostlar sənə salam göndərirlər. Dostlara ad-ba-ad salam yedir.